Bilirsiniz, o Təbrizdə olan Cənubi Azərbaycanda olan türklər, o sizə ki, kreslo veriblər, oturacağı veriblər, vəzifədə oturursunuz, bilirəm. Vəzifəni itirməməkdən ötəri farslara xidmət edirsiniz, yaxşı bilirsiniz. Ona görə də Azərbaycana çirkin, nə çirklər var, böhtan atırsınız. Bu bir, onu kim də bilməsə, yəni bilənlər var. Siz orada elə belə bilirik, kimlər danışır bizə qarşı. İsraillə birləşib deməli Təbrizi vururlar. İşə bax, gör nələr danışırlar. Orada bir alçağı Yahudidir, erməni ilə oturubdu. Yahudi deməli, bəlkə də ermənidir, Yahudi adından danışır ki, bəli, biz Azərbaycanı istifadə elədik İranı vurmaq üçün. Görün nə danışırlar. Yəni bunu bilin, belə şeylər olacaqdır. İkincisi, sizin unutmuşsunuz Şah Pəhləvin vaxtında sizin uşaqları oda atırdı. Onda qışqırmırdınız. Onda belə haykü salmırdınız. Yasir Arafatla Xameyni oturub bir yerdə orada bölünmüşlər. Təbrizi təmizləmək, türklərdən erməniləşdirmək, Xan kəndini erməniləşdirmək, Qarabağı təmizləmək və s. Onu Yasir Arafatla Xameyni bir yerdə birləşib cızırmışlar. Xəritə, bilirsiniz, yəni elə nə oldu bugün elə düşmüşsünüz, İsrail vurur. Sizi türkləri 50 ildir vurur, öldürür. Biz dinlənmədiniz. İsrail özünü dost üçün var. Dostluqda deyil, insanı kim xilas edir birincidə. Dostu atır oda, məsəl üçün. Belə bir şey var. Amma mən demirəm ki, Yahudilər bizim üçün atır, neyir. Yahudi o zərbəni özünə götürdü. Birinci onun dövlətini istəyir silsin, yəni Xameyni, Farslar. Bunun üstündə 50 illərdir yəni işləyirlər. Bu bir. Yəni o zərbəni götürdü birinci. O raketlər hamısı yönəlmişdi Azərbaycan türklərinə. 500 türk, necə başa salaq bunları? Bunlar doğrudan da siz de, bəlkə də o Türkiyədə də oturublar Osmanlı. 500 türk. Sənin İstanbul'u cızıbları almağa əlindən. Başa düşürsən, İstanbul'u almaq istəyirlər. O sənin istədiyin farslardır, ermənlərdir, yunanlardır, fransuzlardır, farisi birləşiblər. Farsla, gene de deyirəm, bu Fələstinin adiyyəti yoxdur müsəlmanca. Müsəlman deyirlər. Nə xristiyandılar, nə müsəlmandılar. Ümumiyyətlə, bunlar hansı hələ məxluqa adiyyətləri var. Sünni düzəltdilər, göndərdilər. Ona görə, bax, deyirəm sizə, bu Yasir Arafatla oturub planı cızıblar o vaxtdan Xameyni. İndi də yerinə yetirdi və sizin uşaqları oda aparırdılar, atırdılar. Nə bilim, Xameyni İraqda məhv edirdi türkləri. Başa düşmürdünüz? Orada 8 il müharibədə kimləri apardı. İndi də ordunu yaradıb türkdən istəyir məhv eləsin. Yəni başımız çıxmır. O generallar orada var, türk generalları, zabitlər, əskərlər. Mən bilmirəm sizə nə deyim. Siz deyirsiniz ki, Azərbaycan bizi satır, deyir. Ay şərəfsizlər, sizi çoxdan vurmaq istəyirlər. Təbrizi istəyirlər təmizləsinlər oranı. İndi Təbrizdə nəyə görə qoyublar o hərbi bazaları ki, müharibə başlayanda düşman vursun. Birinci türklər ölsün, ikincisi də Azərbaycan buradan vura bilməsin. Bax ona görə, yəni Azərbaycan ölkəsindən dava başlayanda Təbrizə vura bilməsin. Başa düşürsünüz, bax belə oyun gedir. Ona görə də o, yenə də deyirəm, bizim qadına, kişilərə yaraşmaz qaçırsan. Raket düşsə kişi kimi çıxıb raketin qabağında səssiz, hay-havadır qaçır. Gizlənə bilirsiniz, gizlənin. Gizlənə bilmirsiniz, öləcəksiniz, ölün. Niyə siz o 20 yaşında uşaqlar getdi bizə görə? Tankın altına getdi. Niyə Azərbaycan uşağı götürüb, qumbaranı götürür, deyir, təslim olmayacam, ana. Təslim olmayacam, başım aşağı olmasın, ağlama yine.
təslim olmayacaq. Mən ermənilərin üstünə gedirəm. Partladır özünü. Neçə dənə erməni öldürür ki, siz bugün durub ay amandır qaçırıq, ha qaçır. Onlar öldülər. Azərbaycan yaşadı. Biz də öləcəyik. Azərbaycan olacaq. Amma Türkləri yenə də deyirəm, ha. Bir dənə o farslar ki, bugün hamısı o knopkaları basır, ha, düyməni basır, raketə bu, Azərbaycana, İsrailə, hara gəldi, Amerikaya. Onların hamısını nəvə nəticəsini kökünü kəsəcəklər. Ha, mən sizə bu farslara deyirəm, bunlar elə bilirlər ki, da, o bilirsiniz, siz şeytan kimi gəlmişsiniz İngilisin əli ilə. Elə bilirsiniz ki, hə də müsəlman dedik, burada da bizim mollalar o əl çalırlar ki, hə İsrailə qalib gəlir. Farslar. Molla başa düşmür ki, o Fars müsəlman deyil. Ay bədbəxtlər, ay mollalar. Bir dənə yaz şeylədiniz, bir dənə ehsan verdiniz. Təbrizdə, Urmiyada, Ərdəbildə ehsan verdiniz Qarabağ şəhidlərinə. Evinizdə, eşinizdə, küçədə oxudu. Ha? Bakıda verdiniz mollalar. Mollalar peyğəmbər deyir. Hansı ki peyğəmbərin adiyyəti yoxdur Azərbaycan üçün. Ha? Azərbaycan vətənin yolunda kimlər şəhid olub, haqq yolunda kimlər olub? Haqq yolunda peyğəmbərlər ərəb üçün gedib və ərəblərin haqq yolunda vuruşublar. Tanrı onları indi sahib belə yazıb. Amma o demək deyil ki, bizim türklər şəhid olub, onlar peyğəmbər deyirlər və onlara yas vermək lazım deyil, ehsan vermək lazım deyil. Ancaq ərəb sənin dövləti, ay molla, ərəb gəlib tutarıb, ərəb vuruşub torpağıya. Haqq yolunda kim vuruşur? O peyğəmbərdir o ölkənin. Bugün bizim əskərlər vuruşubsa, onlar bizim peyğəmbərlər də ay düşürlər, ay səhv edirlər. Onlara ehsan verin ildə. Məscidlərdə, obyektlərdə, hər yanda. Bax belə. Nəysə, siz bilirəm ki, türk dəyilsiniz. Ki, ağıla bağı, haqq yolunda vuruşub bizim uşaq. Deyir ki, o peyğəmbər haqq yolunda vuruşub, ölübdür. Əlbəttə, haqqı bütün dünyaya aiddir. Amma sən bizim haqq ölənləri getdi, haqq üçün öldü, sən məsciddə oturubsan, pilo yeyirsən. Ha? O pilonu, o plovu yeyirsiniz, zəhərmarlanıb yeyirsən. Edib oturursan, ərəb dilində də oxuyursan, ərəb dilində, türk dilində oxuyun. Türk dilində oxuyun. Talış dilində oxu, ləzgi dilində oxu. Rus dilində, nə bilim nə dilində, ərəb dilində niyə oxuyursan? Hansı ki, ərəblər türk uşaqlarının başını kəsib, arvadlarını aparır. İndiyənəcən eləyirlər, yenə dərs olmur. Bu, yenə də deyirəm, türklərə, qadınlara, Azərbaycanlara yaraşmaz. Ümumiyyətlə, Azərbaycanda, Türkiyədə raket gəldi, düşdü, ölsük, biz öldük, biz görməsək də, bizim davamçılar sağ-salamat qalacaqlar. Əlbəttə, kimsə ölür raket düşəndə. O demək deyil ki, qışqırım arvad kimi çıxırsınız, küçəyə qaçırsınız. Sakit, qaçın, gizlənin. Gizlənə bilmədir, raket düşüb öldürür. İndi bu Tanrının məsləhəti ilə hər şey olur. Ay Təbrizdilər, ay Bakılılar, ay Naxçıvandır, Gəncədir, ümumiyyətlə İstanbuludur, Ankarasıdır. Raketin qabağından heç bir türk qaçmamalıdır. Ona görə də kimsə ölür, kimsə qalır. Millət yaşayacaq. Qorxu, İsraildə də səhv etdilər. Yahudilər də axmaqlar səhv edib. Arvadları qışqırır ki, siz Fələstinsiniz, qışqırırsınız. Nə olub qışqırmaq? Kimi xilas edib qışqıranda? Bir beyninizə yerin ki, bu qışqıranda, yəni qışqırdım, ha, nə oldu, aman da, ha, öldüm, öl. Adam kimin öldü? Sakit öl. Lazım deyil əyilmək. Ölürsən, o birisi yaşayacaq da, o birisi sən davamı yetirsən, cavabı o birisi verəcək. Nə indi qışqırmırsa, İsrail qadınlara da baxına qışqır, bağırsaqla dünyayla. Asta getirək, yivreylər, səhv eylər. Hara qışqırmağı nə verəcək? Ona görə ağlınızı başınıza yığın. Bu, yenə də deyirəm, bizim bu
zərbəni ki, şükür eləyin ki, zərbəni özünün üstünə Yahudi götürdü. O zərbə bizə dəyəcəkdi. Sadəcə İsrail Yahudilər tələsdilər. Yəni onlar da bilir ki, onlara vuracaq. İndi girişdilər belə alanda. Amma o demək deyil ki, düşünürsünüz Yahudi müharibə başladı. Yahudi o Təbriz. Yenə də deyirəm. Planda cızılıb, xəritədə cızılıb onların farslarla Fələstinlərin ki, orada türklər 40-50 milyonluq türk məhv olunsun, Qarabağ məhv olunsun, yəni Ermənistan yaransın, orada da Fars Ermənistan yaransın. Ay bədbəxtlər. O boyda sizə zərər vururlar, gedib deyir ki, biz ölürük. Əlbəttə 10 nəfər öləndə 100 min ola bilər adam ölər, 50 milyon adamı xilas edər. Belə də ola bilər. Bəs biz bir 100 mini öləndə 10 milyonlarımızı xilas edirik. Belə olur dünyada. Niyə qışqıraq, qışqır, raket gəlir. Biz də vuracağıq da. Belə o düşüncə olan ki, biz onları məhv eləyəcəyik. Elə deyil. Fars indi bu dəqiqə qoyublar, Amerikada oynuyor. Ona görə lazım deyil. Oturubsuz kreslo davası edirsiniz orada. Bax belə, mən istədim deyəm ki, qorxu eləməyin. Yəni bunları kimsə oradan da qışqırır Avropadan Azərbaycana. İndi sizi vuracaqlar, indi sizi vuracaqlar. Bax belə. Yəni qorxu eləməyin, qışqır bağır salmayın. Öləndə də adam kimi ölək də. Hamımız öləcəyik də, amma çoxsu qalacaq. Çoxsu qalıb onları öldürüb məhv eləyəcəklər. Elə deyil.